doğru bir sözdür də, xahiş edirəm sənə. Gülxanım, mənə doğruları deyin. Gülxanım, həqiqətən də o da, yəni bu uşaqların atasının xəbəri var idimi ki, sən hamiləsən? Neçə ayında məlumat verdin ona? Xoşqədəm xanım, mən sizə bir şey deyim, onsuz da mən yəni yalan deyə bilmərəm, onsuz da siz hər şeyi bilirsiniz, öyrənəcəksiniz. Düzdür, mən ondan 3 ay gizlətmişdim. Niyə gizlətmişdin? Çünki mən yəni yalan nə var doğru ona deyəcəm. Çünki ona görə ki və qorxdum ki istəməzdi və ona görə mən istədim ki, yəni onunla bir yerdə olum deyə bu yox, uşaqlarla. Bu ayrılmısan 2 ildir. Biz sənin şəxsi işlərinə kimsənin ixtiyarı yoxdur qarışsın. Əgər sən ailəli halda belə bir şey eləsəydin, mən belə nəsə söz deyə bilərdim. Sən 2 il idi boşanmışdın qızım. Bu şəxslə bərabər idin? Yox, mən ayrılandan ki ayrılmışdım, rəsmi şəkildə ayrıldım, Qubada işləyirdim. Hörmətli Leyla xanım, gözəl Leyla xanıma yer verək. Eldəniz, gözəl Leyla xanım keçsin otursun. Çantasından da bu sənə qurban olum. Sənə qurban olum. Sən niyə elə girirsən studiyaya? Hüseyin, gör yəni aha. Hüseyin, gör nə edirsən? Tamam, hoşdur. Sen orada geç. Eldəniz, sən zəhmət olmasa keç hələlik bura. Gülxanım, deməli 6 ay sonra sən bu adamla tanış oldun. Aha, boşanmışdıq biz hətta rəsmi şəkildə və siqəmə qədər dəyişmişdim. Yaxın tut mikrofonu. Mən bilirəm, sən boşanmısan 2 il əvvəl, ondan danışmışsın. Bəli, ondan sonra onunla tanış oldum və açığı da belə deyim ki, yəni mən nə var düzgünü deyirəm. O belə qaçırdı məndən, yəni tanış olanda belə açığı da ciddi yanaşmırdı, amma mən belə deyim də indi pis çıxması, yəni mən onu istədim həqiqətən. Çünki mən tək idim həyatda. Yox, mən sənin sualımın mənası başqadır, qızım. Yəni deməyim odur ki, 3 ayına qədər ki gizlətmisən ha. Deməli əmin idin ki, bu adam səni istəmir də. Onu da səninlə bir yol getmək istəmir də, ailə qurmaq istəmir də, səninlə bir ciddi ilişkidə olmaq istəmir. Onu da bilirdim. Və bunu bilə-bilə bu səhvi, bu addımı niyə attın balam? Bilə-bilə səhvi attım deyir ki, mən bunu belə istədim. Çünki onu istədim və istədim ki, bu uşaqlara görə bir yerdə olaq. Yəni başqa bir heç bir səbəb. Sırf bu kişini əlində saxlamaq üçün sən bəli, biləcəkdir, onu istəmişəm. Yəni başqa bir mənim, yəni ona qarşı bir pis niyyətim, yəni bir pisliyim olmayıb. Yəni bir Allah şahidi, sadəcə istəyim bu olub. Başqa heç. Düzdür, mən ondan Yəni sən bu mənim əzizim, ən böyük pisliyi sən nəinki ona, nəinki özünə, bu doğulacaq 2 qız uşağına ona etmisən. Sən sevməyən səni sevmirsə Gülxanım, sən necə bununla bir yaşayardın? Yaxşı. Deməli, 3 aydan sonra bildirdin. 3 aydan sonra nə baş verdi? Mən 3 aya qədər Qubada işləyirdim, Qubada idim. Gəldim Bakıya. Sonra bir müddət yəni tək qaldım, yaşadım. Yəni ondan sonra ev tutduq. Ondan sonra bir yerdə yaşadıq. Belə. Yəni ondan suallarım olacaq. Gülxanım, amma mən bu günləri Gülxanımın gedib halı pisləşəndə onun qəbul etdiyi həkimlə danışdım. Eşitdiklərim də heç yaxşı şeylər deyildi. Dedi ki, yəni o uşaqları dünyaya gətirəndə ölə bilər və bu xəbərdarlıq da ona edilibdir. Düzdür? Edilibdir. İndi deyən, davam edəcək.